Salam, hörmətli müəllimlər. Bildiyiniz kimi 18 iyundan etibarən sertifikasiya imtahanları başlanadı. 18 iyunda müəllimlərə verilmiş kurikulumdan olan sualları sizlər üçün topladıq. Təbii ki, sonrakı müəllimlər bu suallarla tanış olmaq, onların cavablarını bilmək istəyirlər. Bu bir yerdə müəllimlərdə özgüvən yaradır ki, özlərini hazır hiss etsinlər. Bu baxımdan sizlərə həm sualları təqdim edəcəm, həm də düzgün cavabını bildirəcəm. Qeyd edeyim ki, düzgün cavablar üzərində qeyd etmişəm ki, sizlər üçün rahat olsun. Yəni, istəsəniz özünüz üçün analiz edə bilərsiniz, istəsəniz birbaşa sualın cavabına köklənib öyrənə bilərsiniz. Qeyd edeyim ki, biz bunu Word formatında yığmışıq və hər hansı bir müəllim bunu əldə etmək istəyirsə, çox rahatlıqla qeyd edilən nömrə ilə əlaqə saxlayıb WhatsApp vasitəsilə əldə edə bilər. Yəni, kimliyinizdən asılı olmayaraq rahatlıqla əldə edə bilərsiniz. Və sualları sizə təqdim edirəm. Birinci sualımız formativ qiymətləndirməyə aid deyil. Özünü qiymətləndirmə, qarşılıqlı qiymətləndirmə, davamlı müşahidənin aparılması və çıxış biletindən istifadə olunması. Bunlar formativ qiymətləndirməyə aiddir və formativ qiymətləndirməyə xas xüsusiyyətlərdir. Amma D variantında qeyd olunan bölmənin yarım ilin sonunda keçirilən qiymətləndirmə artıq summativ qiymətləndirməyə, BSG-yə aid bir xüsusiyyət olduğundan düzgün cavabımız da birmənalı olaraq D variantı olacaqdır. Davam edirəm ikinci sualımızla. Şagirdlər kəsrləri daha yaxşı öyrətmək üçün oyun hazırlanması tapşırılır. Şagird oyun tərtib etməlidir və stosda oyun üçün suallar hazırlamalıdır. Verilən situasiyada şagird Bloom'un idrak taksonomiyasının hansı mərhələsindədir? Təbii ki, əgər oyun hazırlamaqdan, stosda oyun üçün suallar tərtib etməkdən söhbət gedirsə, deməli yaratmaq mərhələsidir. Qeyd edeyim ki, müəllimlər bəzən yaratmaq mərhələsi ilə tətbiq etmək mərhələsini qarışdırırlar. Amma bir şey yadımızda saxlayaq ki, öyrəndiklərimizdən istifadə edərək problemləri həll ediriksə, tətbiq etməkdir. Sadəcə problemi həll ediriksə, ortaya yeni bir yanaşma qoyuruqsa, yaratmaq mərhələsidir. Və biz situasiyada əgər öyrəndiyi bilikdən istifadə edərək problemi həll edir anlayışını görmürüksə, deməli avtomatik cavabımız yaratmaq mərhələsi olacaqdır. Üçüncü sualımızda isə verilənlərdən hansı şagirdlərdə maliyyə savadlığını inkişaf elətdir? Bildiyiniz kimi, maliyyə savadlığı səriştələrimizdən biridir və burada daha çox insanın şəxsi büdcəsini düzgün şəkildə qurması, puldan qənaətlə istifadə etməsi və resurslardan düzgün şəkildə istifadə etməsini nəzərdə tutur. Biz də variantlarımızın içindən çox rahat şəkildə görürük ki, səmərə istehlak davranışını nümayiş etdirir və resurslardan qənaətlə istifadə edir. Bu, artıq maliyyə savadlığının olduğunu göstərir. Bəzən müəllimlər deyirlər ki, resurslardan qənaətlə istifadə etmək nə deməkdir? Adi halda da siz düşünün ki, hər hansı, məsələn, bir drondan, belə deyək də, bir yaradıcılıq eləmək istəyirsinizsə, siz önünüzə 25 manatlıq dron da ala bilərsiniz, 250 manatlıq dron da ala bilərsiniz. Və ya evdə bir peçeniya bişirmək istəyirsinizsə, siz 3 manatlıq ləvazimatla da bunu bişirə bilərsiniz, 30 manatlıq ləvazimatla da bunu bişirə bilərsiniz. Ona görə cavabımız B-dir. Digər variantlarımıza diqqət yetirək. Qərarların müsbət və mənfi cəhətlərini proqnozlaşdırır. Cəmiyyət qarşısında məsuliyyətini dərk edir, sosial layihələrdə iştirak edir, könüllülük fəaliyyəti ilə məşğul olur. Kollektivdə birgə fəaliyyət və liderlik bacarığı nümayiş etdirir. Problemli situasiyalarda emosional dayanıqlıq nümayiş etdirir. Problemi konstruktiv şəkildə həll edir. Gördüyünüz kimi problemi həll etmə, qərar qəbul etmə, əməkdaşlıq, o cümlədən sosial münasibət burada öz əksini tapmışdır. Amma bizim düzgün cavabımız birbaşa B variantı olacaqdır. Dördüncü sualımızda deyir ki, şagirdə oxuyub öyrəndiklərini esse şəklində yazmaq tapşırılıb. Gördüyünüz kimi, artıq burada öyrəndiklərinə əsasən problemi həll etmək məsələsi var. Öyrəndiklərini esse şəklində yazacaq. Ona görə tətbiq etmək mərhələsidir. Bir digər sualımız isə müəllim şagirdlərə iqlim dəyişikliyi mövzusunda xarici ədəbiyyatda araşdırır və təqdimat hazırlamalarını söyləyir. Verilmiş mühakimədə hansı inteqrasiyadan istifadə edilir? Baxın, iqlim dəyişikliyi mövzusu, coğrafiya, xarici ədəbiyyat bildiyiniz kimi ingilis dili, təqdimat hazırlamaq informatikadır. Eyni zamanda biz oxuduğumuzu və ya dinlədiyimizi yazırıqsa, məzmun xətti dəyişikliyimiz var. Bu da onu göstərəcək ki, biz həm üfüqi inteqrasiyadan istifadə etmişik, həm də fənn arasından. Yəni, fəndaxili üfüqi və fənn arası. Düzgün cavabımız C variantı olacaq. Bir digər sualımız, aşağıdakılardan hansı formativ qiymətləndirməyə aid
Deyil. Baxaq, tədris prosesinin düzgün istiqamətləndirilməsinə, səmərənin artırılmasına xidmət edir. Şagirdin fəaliyyətini stimullaşdırmaq üçün rəyin verilməsi, şagirdin təlim nailiyyətlərindən olan əsas əlamətlərin üzə çıxarılması, şagirdlərin öz öyrəndiklərini idarə etməyə və özünü qiymətləndirməyə yönəltmək, məzmun standartlarının mənimsənilməsinə yönəlmiş fəaliyyətlərin izlənilməsi. Burada A, B, D, Y variantları həqiqətən də formativ qiymətləndirməyə aiddir. Çünki öz öyrəndiklərini idarə etmək, yəni refleksiya eləmək, özünü qiymətləndirmək, bundan əlavə məzmun standartlarının belə deyək də, mənimsənilməsinə yönəlmiş fəaliyyətin izlənilməsi, yəni stimullaşdırmanın təmin edilməsi, səmərəliliyin artırılması, rəyin verilməsi, bunlar formativ qiymətləndirməyə aid anlayışlardır. Amma təlim nailiyyətlərinə olan əsas əlamətlərin üzə çıxarılması artıq səviyyəcə qiymətləndirməni bizdən tələb edir. Səviyyəcə qiymətləndirmə balların açıq şəkildə elan edilməsi summativ qiymətləndirmədə özünü doğrultduğuna görə düzgün cavabımız burada C variantı olacaq. Digər suallarımızı biz belə deyək, test formatında yığa bilməsək də, düşən sualları müəllimlər vasitəsilə əldə etmişik. Təbii ki, bunlar hər biri müəllimlərin dediklərinə əsasən formalaşdırılmışdır. Müəllim qrup işi təşkil edir. Qrupdakı şagirdlər aktiv şəkildə iştirak edir. Bir nəfər şagird kənarda qalır. Bu situasiyada müəllim hansı addımı atmalı? Doğru olar. İnklüziv mühit yaratmalıdır. Müəllim şagirdə ingilis dilində oxumağa mətn verir və bitirdikdən sonra mətnin ümumiləşdirməsini istəyir. Tapşırıq Bloom'un idraç taksonomiyasının hansı mərhələsinə aiddir? Gördüyünüz kimi oxuyur. Sonra da ümumiləşdirir. Yəni bu nə deməkdir? Başa düşsə, anlayırsa, bunu ümumiləşdirə bilər. Anlamaq mərhələsidir. Bir şagird dərsdə səs salırsa nə edərsiniz? Təbii gözlənti səsləndirilməlidir. Çünki sinifin effektiv idarə edilməsində bizdən tələb olunan budur. Formativ qiymətləndirmə nədir? Şagird fəaliyyətinin davamlı izlənilməsi və ya nailiyyətinin davamlı izlənilməsi şəklində də özünü doğruldur. Yəni deyilənlərə əsasən biz deyə bilərik ki, düzgün cavabımız kimi şagird nailiyyətinin davamlı izlənilməsi. Digər sualımız uşağın biri məktəbə məktəbli formasında gəlmir. Digər şagirdlər ona lağ edir. Müəllim nə etməlidir? Məlum məsələdir ki, müəllim digər şagirdlərimizdə empatiya hissi formalaşdırmalıdır. 8-də 2 kəsri ilə 4-də 1 kəsrinin bərabər olduğuna şagirdə necə izah edərsiniz? Təbii, vizual göstərməklə şagirdlərin daha dərindən anlamasını təmin edə bilərik. Uşaqlara 5 fərqli formatda yeni suallar hazırlamaq tapşırılır və yenə bir taksonomiya sualıdır. 5 fərqli formatda yeni sual hazırlayırıqsa, artıq biz yenə də yaratmaq mərhələsinə müraciət etmiş oluruq. Bir digər sualımız yenə də əvvəl səsləndirdiyimiz sualla eyniyyət təşkil edir. Sinifə geyim tərzi fərqli olan şagird gəlmişdir. Digər şagirdlər ona lağ edib gülürlər. Müəllim o zaman nə etməlidir ki, şagirdlərin həmin şagirdə qarşı fikri dəyişsin. Müəllim şagirdlərdə empatiya hissi formalaşdırmalıdır. Gördüyünüz kimi 18 iyun sualları kurikulumdan olduqca sadə, rahat, hər birimizin bildiyi suallar idi. Yenə də sizlərlə paylaşırıq. Hər hansı bir sualınız olsa buyura bilərsiniz.